Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz, Allah sizlərə bərəkət versin. Əziz dostlar, Ləzəri qəsəbəsindəyik və gözəl bir ərazidəyik. Bir dənə gün yürübarı sağı solu görsək küçəni, o yaşıllığı görsənsin, maşallah. Gözəl bir ərazidəyik və əziz dostlar, həm də gözəl bir evlə sizin qarşınızdayıq. Geniş bir dənə götürür inşallah, panorama götür. Çox gözəl. Qoy millətimiz, zamanatımız görsün. Baxın əziz dostlar, belə bir yaraşıqlı evin inşallah təqdimatını verəcək sizə. Demək əziz dostlar, evimiz Ləzəri qəsəbəsindədir. ATV villalar deyilən əraziyə yaxındır və Respublika qayısından Binəqədiyə gedən yollara yaxındır. Oradan da bir neçə marşrut keçir əziz dostlar. Ərazi çox belə qəşəng bir ərazidir, hündür bir yerdir, nəmişlikdən əsər əlamət olmayan bir ərazidir. 3,6 sotda inşa olunub evimiz əziz dostlar. Baxın, belə bir 2 mərtəbəli evdir. Bələdiyyə qərarımız var. 2006-cı ilin qərarıdır əziz dostlar. Evdə yaşamaq üçün hər bir şərait yaradılıb. İnşallah sizi evin içərisində təqdim edəyim. Sonra ətraflı evin arxasında da boşluğumuz var. Yeri var. Keçib inşallah oranı da Tural qardaşımız sizə göstərəcək. Gəl Kərbalayı. Əziz dostlar, evimiz çox geniş dəhlizə malikdir. 2 dəhlizdən ibarətdir. Birinci və ikinci dəhliz. Baxın, gördüyünüz kimi doğrudan da geniş, ürəyə açan bir evdir əziz dostlar. 5 otaqdan ibarətdir. Aşağılı, yuxarılı. 5 otaqdan ibarətdir. Baxın əziz dostlar, bura qonaq otağıdır. Panorama aynalar və tam-tamına 8-in 4-ə əziz dostlar. 32 kvadrat. 32 kvadrat metrdir qonaq otağı. Burada isə belə bir mətbəximiz var. Mətbəx 5-in 3 yarıma nə qədər edir? Təxminən burada 18 kvadrata yaxın edir. 18-17 kvadrat. 5-in 3 yarıma əziz dostlar, gördüyünüz kimi mebellərdə quraşdırılmış hazır vəziyyətdədir. Bir də tural. Buradan da görsək arxanı. Kombi sistemi. Baxın əziz dostlar, arkada boşluğumuz var, yəni boş yeri var, arkada evin arxasında. Çıxıb göstərərik. Axırda götürürsən. Kombi sistemi. Sürətli çiftlik eləyər. Kombi sistemi var da tural. Kombi sistemi var. Baxın əziz dostlar, hamam və sanitar qovşağı tam ayrıdır. Tural görsət. Bura hamamdır, sadəcə burada sanitar qovşağıdır. Tam ayrıdır. Sanitar qovşağıdır. Bura isə evin hamam hissəsidir. Burada dostlar pilləkənin alt hissəsidir. Kim nə istəyər oraya yığar. Və gözəl, yaraşıqlı bir pilləkən. Və əziz dostlar, deməli, bu evimizin ikinci mərtəbəsi mansard tiplidir. Mansard tipli yığılıb, amma hündürdür. Mansard tipli yığılmağa baxmayaraq, tam hündür olaraq yığılıb, gözəl işlənilir. Burada, yuxarıda hamam və sanitar qovşağıdır, əziz dostlar. Və 3 yataq otağımız var, yuxarı mərtəbədə. Hamam və sanitar qovşağı və 3 yataq otağımız. Götür, Tural. Tural. Əziz dostlar, gördüyünüz kimi təxminən 20 kvadrata yaxındır bura, yuxarı mərtəbədədir. Problem görsəklə mənzərəni. Elə düz tut, görsənsin. Düz tut. Baxın dostlar, çox gözəl bir yaşıllıq bir ərazidədir. Təmiz hava, hündür yer. Maşallah. Elə orada oturub çay içmək nə eləsən dəyər. Qəşəng. Gəl qardaşım. Baxın əziz dostlar, təxminən deyirəm, dəqiq ölçü deyə bilməm, 3 yarımdan çoxdur yəni. 3.70-in təxminən 3.70-ə. Baxın, belə bir kiçik yataq otağımız var. Burada da əziz dostlar, çox gözəl. Tural, istəyirsən videonu saxla, şu aşağı göstərək. Tamamlayaq, vaxtımız çox gedir. Ya Allah, əziz dostlar, evin yan hissəsini, arxa hissəsini sizə təqdim edeyim. Sonra keçək
qiymətlə sizə qiyməti deyək. Gördüyünüz kimi evin arxasıdır. Burada hətta su çəni də var. Yaxınlaşaq evin qiymətini öyrənək. Sən üzü bu tərəfə dayan denən ki. Hə. Və əziz dostlar, əziz xalqımız, sonda inşallah çəkilişimizi tamamlayırıq. Deməli, evdə hər şey əladır. Müəyyən qədər gördünüz, inşallah. Əziz dostlar, evimizin qiyməti satışa çıxıb. Təyin olunub, ev sahibi tərəfindən 128.000 manat. İnşallah ki, real müştəriyə, əziz dostlar, endirim olunacaq mütləq, amma ev gözəl evdir. Həqiqətən də yer də mükəmməl ərazidir, əsl yaşayış ərazisidir. Təmiz hava, hündür yer, nəmişlik olmayan bir ərazi. Mükəmməl, mükəmməl. Allah xeyri versin. 128.000 manat, yəni də qeyd edirəm, mütləq ki, inşallah endirim olunacaq. Ev sahibi tərəfindən Allah xeyri versin. Alana da, satana da vəziyyət keçən bizlərə də. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun, sizin də satışdan müraciətiniz varsa bizimlə əlaqə saxlayın, gələk, çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.